Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün həm MİQ, həm sertifikasiya hazırlaşan müəllimlərə dəstək məqsədi ilə növbəti sınaq suallarımızın izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda yanvar qruplarımıza qeydiyyat davam edir. Yeni ilə özel olarak qiymətlər son qrup olaraq endirimli qiymətdədir və dərslərimiz canlı olaraq Zoom proqramı üzərində tədris olunur. Əlavə məlumat əldə etmək istəsəz 051 644 31 54 nömrəsinə yazaraq dərs qruplarımızdan yararlana bilərsiniz. Keçək suallarımıza. İlk sual belədir ki, A plus 4 bölünsün 14 kiçikdir. 4'te 3 bərabərsizliyi ödəyən natural ədədlərin cəmini tapın. Yəni, belə deyək ki, A plus 4 bölünsün 14 kiçikdir 4'te 3'dən. Biz 14 ilə 4 üçün ortaq bölən gətirməliyik. Yəni, ortaq məxrəcə gətirməliyik. Biz bunu hər tərəfini 2'yə vursaq, olar 2A plus 8 bölü 28 kiçikdir. Buranı isə hər tərəfin 7'yə vuracam. 21 bölünsün 28. Ortaq məxrəcə gəldi və məxrəcləri silirik. Qalır nə? 2A plus 8 kiçikdir 21'dən. O zaman 2A kiçikdir 21'dən 8 çıxsa 13'dən. A da kiçikdir nədən? 6,5'dən. İndi bizdən nə istəyir? A'nın qiymətini ödəyən natural ədədlərin cəmini istəyir. A'nın qiymətini bilirik ki, A kiçikdir nədir? 6,5'dən. A'nın yerinə biz 1 yazarıq, 2, 3, 4, 5, 6'ını da yaza bilərik. Və 6 natural ədədimiz. Bunların cəmi bizə verəcək 21. Doğru cavab oldu D variantı. İkinci sual. Deyir, birinci gün 50 ton, ikinci gün birinci gündən 60% çox. Üçüncü gün isə ikinci gündən 10 ton az buğda yığıldı. 3 gündə yığılan buğdanın 8'də 3 hissəsini tapın. Deməli, normalda birinci gün 50 ton yığılıb. İkinci gün isə birinci gündə yığılanın 50%, 60%. Yəni 50 tonu vuracaq 60%-ə böləcək 100'ə. Oldu nə qədər? 30 ton. 60% çox. 60% çoxdursa 50'nin üstünə 30 gələcəm. 80 ton. Bu bizə ikinci günü verir. İkinci günü verir. Və bizdən tələb eləyir ki, üçüncü gündə ikinci gündən 10 ton az. Yəni 80'dən də 10'un çıxaram. 70 ton oldu üçüncü gün. Bu oldu ikinci gün. Hamısı bir yerdə. Yəni 50 ton üzərinə 80, üzərinə 70 bərabərdir. Hamısını toplasaq 200 ton eləyəcək. Və 200 tonun bizə 8'də 3 hissəsi lazımdır. 200'ü 8'ə bölüb 3'ə vursaq 75 ton olacaq. Doğru cavabımız olacaq A variantı. İndi keçək növbəti suala. İkinci sual belədir ki, iki şəhər arasındakı məsafə 210 kilometrdir. Saat 7:00-da sürəti 60 kilometr olan avtomobil A şəhərindən B şəhərinə doğru yola düşür. Saat 9:00-da isə B şəhərindən A şəhərinə doğru sürəti 30 kilometr olan avtomobil çıxır. Onlar saat neçədə görüşərlər? A şəhəri burada olsun, B şəhəri burada. Buradan çıxan avtomobil 7:00-da çıxıbsa, sürəti 60 ilə gedirsə, bura qədər gəlib deyək ki,
Və normalda bura 210 kilometrdir. 210. Və 7-dən 9-a qədər 2 saat zaman eləyir. 2-ni vururuq 60-a. 120 kilometr. Sonra isə bu çıxır, qarşı-qarşıya gələcək. 210-dan çıxırıq 120-ni. Yerdə qalır 90 kilometr. Və qarşı-qarşıya gəldiklərinə görə sürətlər toplanılacaq. 60 ilə 30-u toplayacaq. Bizə verəcək 90. O zaman 90-ı bölərik 90-a, sürətlər cəminə. 1 saatdan sonra görüşəcəklər. 7:00-da çıxmışdı, 9:00-da digər avtomobil çıxdı. Üzərinə də 1 saat gəlsə olacaq 10:00-da. Saat neçədə görüşəcəklər? 10:00-da. Keçək növbəti bir sualımıza. Deyir ki, eni 2 desimetr, uzunluğu enindən 40% çox olan düzbucaqlının sahəsi ilə həcmi 512 cm kub olan kubun tam səthinin sahəsinin fərqini tapın. İlk olaraq eni 2 desimetrdir. Baxaq. Yəni 20 cm. Eninin 40% çox. 20'nin 40% 8 eləyir. Bu da 28. Bu da düzbucağının sahəsi ilə. Düzbucağının sahəsi 28'i vuracam 20'yə. Bizə verəcək 560. Kubun həcmi 512-dirsə, V bərabərdir A kub düsturudur. Yəni A kub bərabərdir 512'yə. 512 də 8'in kubudur. 8'in kubudursa, sonra deyir ki, kubun tam səthinin sahəsinin fərqini tapın. Kubun tam səthinin sahəsi S bərabərdir 6A kvadratı ilə tapılır. 6 vurulsun 8'in kvadratı, yəni 64 bərabərdir 384. İndi bizə nə lazımdır? 560'dan 384'ü çıxmaq. 560'dan çıxarıq 384'ü. Aradakı fərq də 176 olacaq. Doğru cavabımız B variantında. Keçək növbəti suala. Fidan evdən məktəbə 30 dəqiqəyə gedir. Fidan saat 8:00-da evdən çıxır və yolun 2/3'sini gedəndən sonra yadına düşür ki, qələm qabısı evdə qalıb. O evə qayıdıb 4 dəqiqə ərzində qələm qabısını tapır və evdən çıxır. Fidan məktəbə saat neçədə çatar? Demək, baxaq, ev olsun burada, məktəb olsun bura. Əgər 30 dəqiqə çatırsa, yolumuzu 3 hissəyə böləcəm. 2-3 hissə. 3/2 hissəsini gedirsə, 30'un 3/2'si 20 dəqiqə. Deyək ki, bura 20 dəqiqə qədər gedib. 20 dəqiqə. Normalda amma bura 30 dəqiqə gedəcəkdi. Və geri qayıdır. Əgər ki, buradan qayıdırsa, bir dənə də 20 gəlir bunun üstünə. Oldu 40 dəqiqə. 40 dəqiqəsi itib. 4 dəqiqədə evdə qələm qabısını itirir. Oldu 44 dəqiqə. 44 dəqiqə. Sonra qələm qabısını tapandan sonra bir də getməlidir məktəbə 30 dəqiqə. 44 üzərinə 30. 74 dəqiqə. 74 dəqiqəmiz də saata çevirsə 1 saat 14 dəqiqə. Əgər 8:00-da çıxıbsa, üzərinə 1 saat 14 dəqiqə gəlsə 9:14 olacaq. Doğru cavabımız olacaq C variantı. Növbəti sualımıza baxaq. Deyir ki, sual belədir ki, qardaş bacısından 12 yaş böyükdür. 12 yaş böyükdür. Bacının yaşı qardaşın yaşının 8də 5 hissəsi qədərdir. 4 il sonra qardaşın və bacının yaşları cəmi neçə olacaq? Baxaq. Qardaş və bacı. Deməli, qardaş bacıdan 12 yaş böyükdür. Bacının yaşı qardaşın yaşının 8də 5-idir. Qardaş 8x-dir, bacı 5x-dir.
12 il aralarında fərq var. O zaman 8x-dən biz çıxarıq. 5x-i bərabər eləyəcək 3x-ə. Həmin 3x neçə ilə bərabərdir? 12-yə. X də bərabərdir 4. İndi qardaşın 4, 8-in 32 yaşı var. 5, 4-ün 20 yaşda bacının var. Amma 4 il sonra 36 bunun yaşı olacaq, 24 bunun yaşı olacaq. 24. Doğru cavabımız olacaq C variantında. Keçək növbəti sualımıza. 7 nömrəli sualda deyir, yuvarlaqlaşdırdıqda 4600 alınan rəqəmləri müxtəlif ən böyük və ən kiçik ədədin cəminin 3 mislini tapın. Yuvarlaqlaşdıranda 4600 alınması üçün ilk növbədə ən böyük ədədi tapanda 2 sıfır varsa, deməli üzərinə 49 gələcək. Amma 49 gəlsə rəqəmləri fərqli olmayacaq. Biz bura, yəni normalda yüzlükdə 49 gəlirik. 4, 6 qalacaq yerində 3, 9. Bu ən böyük ədədimiz olacaq. Çünki bura 4 yaza bilmərəm. Rəqəmləri fərqli olmayacaq. Sonra ən kiçik üçün 4600-dən 50 çıxmalıyıq. 50 çıxanda 50 çıxırıq. Qalır neçə? 4550. Biz yenə bunu dəyişdirməliyik. 4, 5-i saxlasaq 6, 0. 4560. Bu da kiçik olacaq. İndi bunların deməli cəminin da artıq bilirik. 4639 ilə 4639 ilə 4560-ı toplayacağıq. Bu bizə verir 9199 və 9199-u da 3-ə vursaq 27597 verəcək. Doğru cavab C variantında qeyd olunub. Növbəti bir sual deyir ki 36 tam %48, 36 tam 1405. 19 tam %52, 19 tam 1519. Onluq kəsirləri müqayisə et. Böyük olan onluq kəsirlərin cəminin 5də 1 hissəsini tap. Müqayisə aparsaq biz 400 deməli bu 405-dir. Bunun sonuna bir sıfır atsam 480 olacaq. Yəni tamları eynidir. 36 ilə 36 eynidir. 480 əlbəttə ki 405-dən böyükdür. Demək bura böyükdür işarəsi düşəcək. Böyük olan hansıdır? 36 tam %48. İkinci, 19 tam %52, 19 tam 1519. Bura bir dənə sıfır atsam 520, tamlara baxmırıq, eynidir. 520 519-dan böyükdür. Böyük olan neçəymiş? 19 tam %52. Və bizdən bunun cəmini istəyir. Toplasaq 0, 0, 56. Bu bizə verdi 56. 56. Deməli 56-nın burada texniki səhv olmuşdu. 5də 1 yox, 4də 1 hissəsini soruşmuşdu misalda. 56-nın 4də 1-i bizə lazımdır. Bu da 14 verəcək. Doğru cavab D variantında qeyd olunub. Növbəti bir sualımız 9. A, B, C, D 3 bucağı verilib. A bucağı düz bucağın 9'da 2 hissəsini, B bucağı isə A bucağının 3 qatıdır. C bucağının dərəcə ölçüsünü tapın. Yəni bir istənilən 3 bucaq çəkək. A, B, C. Düz bucağın 9'da 2'si, düz bucağı 90 dərəcədir. Bunun 9'da 2'si 20 dərəcə olacaq. 10, 10'da 2'ye vurduq 20. A oldu 20. B bucağı bunun 3 qatıdır. Yəni olsun 60 dərəcə. C bucağın 180 ümumi 3 bucağın daxil bucaqlar cəmidir. 20'ni və 60'ı çıxsaq yerdə qalacaq 100 dərəcəli bucaq. Doğru cavabımız da D variantında qeyd olunub.
Keçək növbəti suala hesab əməlləri ilə bağlıdır. Yazıb ki, hesablayın. 136.800-ü 912-yə bölüb, üzərinə 24 vurulsun, 18 vurulsun 2, çıxılsın. Deməli, 200.000 bölünsün 500-ə. Gəlin ilk olaraq biz bu hissəni bölməni yerinə yetirək. 136.800-ü bölsək 912-yə düşəcək 150. Sonra ikinci 24'ü vuracağım 18'e. 432 eləyəcək. 432-ni ilə 432 ilə 150-ni toplayacağıq. Yəni bu hissəni toplayacağıq. Olacaq 582. 582-ni vuracağım 2-yə. 1164 eləyəcək. Sonra bu hissəni 200.000-i 500-ə bölsək 400. 400 aldıqdan sonra 1164-dən 400-ü çıxacam. 400-ü çıxsam cavab qalacaq nə qədər? 764 bərabərdir 764. Doğru cavab B variantında qeyd olunub. Keçək növbəti suala. Yazıb ki 58,4 çıxılsın 6,4 kiçikdir x, o da kiçikdir bərabərdir 75 bərabərsizliyində x-in yerinə yazıla bilən tam ədədlərin ən böyük fərqini tapın. Biz birinci bu hissəni həll eləməliyik. Yəni 58,4-dən 6,4 çıxsaq, qalacaq 52 kiçikdir x-dən, o da kiçikdir bərabərdir 75-dən. Biz x-in yerinə nə yaza bilərik? Ən kiçik 53 yazarıq. Ən böyük də elə 75 özüdür. Fərqin ən böyük olması üçün bu sırada ən böyük və ən kiçik ədəd tapmalıyıq. Və tapdıq da. 75-dən də çıxarıq 53-ü. Aradakı fərq 22 olacaq. Doğru cavab C variantında qeyd olunub. Növbəti bir sual kater məsələsidir. Katerin durğun suda sürəti 25 km/saatdır. Kater çayın axını ilə 3 saat, həmin çayın töküldüyü göldə isə 2 saat yol getdi. Çayın sürəti 3 km/saat olarsa, kater ümumilikdə nə qədər məsafə qət etmişdir? Baxaq. İlk öncə katerin sürəti məlumdur 25, çay da məlumdur 3. Əgər axın ilə deyirsə, toplayıb vuracağıq 3-ə. 25-in üzərinə 3 gəlib, vuracağıq 3 saata. 28-i 3'ə vursaq 84. Çayın töküldüyü göldə 2 saat yol getdi. Göldə elə öz sürətidir. 25-i vuracaqsan 2-yə 50. Və ümumilikdə gedilən yolu istəyirsə 84 ilə də 50-ni toplayacağım. Və nəticədə neçə olacaq? 134. Doğru cavabımız olacaq C variantı. Keçək növbəti sualımıza. 13 nömrəli sualdır. 40% 150 olan ədədin 1/3 hissəsi ilə 55% 220 olan ədədin cəmini hesablayın. Deməli 40% də 150-dirsə 150. O zaman 100% də x-dir. X də bərabərdir. Tənasibimiz 100-ü 150-yə vurub. Biz 40-a bölsək 375 alarıq. 375-in də 1/3 125 verər. Sonra 55% 220-dirsə, 55% də 220-dirsə, 100% də x-dir. X də bərabərdir 400-ə. Çünki 100-ü 220-yə vurub 55-ə bölsək 400 verəcək bizə. Həmin o 400 ilə 125-in cəmini istəyir bizdən. 525. Doğru cavab D variantında qeyd olunub. Növbəti bir sual. Bir ambara əvvəlcə bir ambar əvvəlcə 0,2 hissəsi dolu idi. Ambara ölçüləri 5 cm, 4 cm və 3 cm olan qutu ilə 4 dəfə məhsul əlavə etdikdən sonra ambarın
0,6 hissəsi doldu. Ambarın həcmi qutunun həcmindən nə qədər çoxdur? Gəlin baxaq. Ambara ölçüləri 5, 3, 4 santimetr olan qutu gətirilib. V bərabərdir A vurulsun B vurulsun C. Yəni 5 vur 4 vur 3. Bu bizə verir 60 santimetr kub. Qutunun həcmidir. 4 dəfə məhsul gətiribsə, ilk öncə olaraq 10-da 0,2 hissə doludur. Üzərinə 60-dan 4 dəfə gəlibsə 240 gəlib. Bərabərdir 10-da neçəyə? Deməli 10-da 6-ya. 10-da 6-ya. Bura qədər məlumdur hər şey. Gəlin indi ekranımızı təmizləyək, təzədən yazaq. Yazaq ki 10-da 2 üzərinə 240 bərabərdir 10-da 6. 10-da 6-dan 10-da 2-ni çıxsam 10-da 4 hissəsi 240 olan ədəd tapacam. Yəni 240-ı böləcəm 4-ə 60, ona vursam x olacaq 600 santimetr kub. 600 santimetr kub ambarın həcmidir. 600. Və bundan da 60 da qutunun həcmi idi. Bunların arasındakı fərq 540 santimetr kubdur. Doğru cavab D variantında qeyd olunub. Növbəti sualımıza baxaq. Deyir ki, verilmiş bərabərlikdə A-nın qiymətini tapın. A plus 5-də 2 manat 43 qəpik bərabərdir 4-də 3 manat 90 qəpik. Bu bərabərliyə baxaq, məlum olan hissə budur. 4-də 3 manat, 1 manatımız 100 qəpikdir. Onu da 4-də 3 75 qəpik eləyir. 75 ilə 90-ı toplasaq bizə. Deməli, neçə verəcək bizə? 165. Bura 165-dir. Burada 165 olmalıdır. 43 qəpik var. 5-də 2 manat, 100-ün 5-də 2-si 40 qəpik eləyir. 43 ilə 40, 83 verir. A plus 83 bərabərdir 165-ə. O zaman 165-dən məlumu çıxarıq. 83 çıxsaq 82 qəpik bizə nə lazımdır? Qəpik lazımdır. Doğru cavab E variantında qeyd olunur. Keçirik növbəti sualımıza. 16 nömrəli sual. Aşağıdakı çevrilmələrdən neçəsi doğrudur? Birincisi 6 ar 60 metr kvadratı. Bu yanlışdır. Niyə? Bir arımız 100 metr kvadratdır. İkinci 8'də 3 sutka 7 saat 7200 saniyəyə bərabərdir. Bir sutkamız 24 saatdır. Bunun 8'də 3'ü bizə 8'ə bölsə 3 9 saat. 9'u da 7'sini götürsək qalır 2 saat. Bu da saniyə, doğrudur bu. 7200'də 2 saniyə eləyir. 2 saat eləyir və 7'nin üzərinə gəlir 9 saat düz verir. 0,4 sentiner 40 kiloqramdır. 1 sentinerimiz 100 kiloqramındır. 100'ün də 10'da 4'ü ilə 40 verir. Bu da doğrudur. İkincisi 1,6 litr 16.000 millilitr. 16.000 yox, bir dənə sıfır əski olsaydı 1600 millilitr doğru olardı. Bu yanlışdır. Beşinci isə 8'də 1 ton 125 kiloqramdır. Bu da doğrudur. Yəni 1000'in 8'də 1'i 125 edir. Neçəsi doğru oldu? 3'ü doğru oldu. Doğru cavabımız C variantında qeyd olunub. Növbəti bir sual. Günay tək başına işi 15 günə, Rauf ilə birlikdə bu işi 6 günə yerinə yetirir. Rauf tək başına bu işi neçə günə yerinə yetirər? İkisinin birgə işi, bax Günayın iş görmə qabiliyyəti 15 gündür. Raufun iş görmə qabiliyyəti bilinmir, x-dir.
Amma ikisi bir yerdə 6 günə yerinə yetirib. O zaman 6-da 1-dən məlum olanı 15-də 1-i çıxarıq. Bərabər eləyərək 1 bölünsün x-ə. 6-da 1 ilə 15-də 1 üçün ortaq məxrəc 30 gətirəcəm. Buranı 30 eləmək üçün 5-ə vuracam. 30-da 5 çıxılsın. Buranı 2-yə vursam kifayətdir. 30-da 2. Bərabərdir 1 bölünsün x-ə. X də bərabərdir. 5-dən 2 çıxanda 3 qalır. Deməli 30 bölünsün 3-ə. Bu da bizə verəcək 10. 10x nəyə demişdik? Rafın iş görməsinə. Doğru cavab olacaq D variantı. Növbəti bir sual. Bu sual Artenin sualları içərisində var və qeyd edim ki, suallarımız MIG proqramı əsasında hazırlanıb. Bal ilə dolu qabın bal ilə kütləsi 10 kiloqramdır. Balın 4də 1 hissəsini götürdükdən sonra qalan bal qabla birlikdə 8 kiloqram olur. Əvvəlcə qabda neçə kiloqram bal var idi? Baxaq, bal üzərinə qab bərabərdir 10 kiloqram. 4də 1 hissəsini götürübsənsə 4də 3-ü qalır. Bal üzərinə qab 8 kiloqram. İndi buradan balın yerində 4də 4-dür. 4də 4-dən 4də 3 çıxanda qalır 4də 1. Bal bərabərdir. Qablar gedir, ondan da 8 çıxanda 2. Bal özü nəyə bərabər oldu? 8-ə. Bizdən də elə balın kiloqramını soruşurdu. 8. Növbəti sual 19 nömrəli sualdır. Elxan kassa növbəsində başdan eninci sırada. Sondan isə 3n-5-ci sıradadır. Sırada 62 nəfər olduğuna görə Elxan başdan neçənci yerdədir? Ümumiyyətlə sıra məsələlərində tək şəxsdən söhbət gedəndə sıra məsələlərində bir nəfərdən əvvəl plus son çıx 1 düsturuna əsaslanırdıq. Başdan n-dir, üzərinə gəl, sondan 3n-5 və topladıq bunu, bir şəxsi çıxacaq, bərabər eləyəcək 62-yə. N-ləri toplasaq 4n bərabərdir. 62-nin üstünə də buradan 6 gəlsə 68. N də bərabərdir. 68-i 4-ə bölsək 17. Doğru cavabımız olacaq C variantı. Başdan neçənci yerdədirsə onu bizdən tələb eləyirdi. Başdan 17-ci yerdədir. Yəni N-i axtarırdıq. Əgər ki sondan istəsə 17-ni 3-ə vurub 5-də çıxa bilərik. Növbəti sual 20 nömrəli sualdır. Perimetri 56 cm olan kvadratdan perimetri 38 cm olan düzbucaqlı kəsib ayırdılar. Qalan düzbucaqlının perimetri neçə santimetrdir? Deməli biz kvadrat formalıdırsa, perimetri 56-dırsa 56-nı biz böləcəyik nəyə? 56-nı böləcəyik 4-ə. Çünki kvadratın perimetri olduğuna görə 4-ə bölürük 14. Yəni bunun tərəfi 14-dür. İndi bundan bir perimetr kəsə belə bu qaydada 38 cm. Əgər bura 14-dürsə, bura x-dir. O zaman x plus 14 nəyə bərabərdir? 38-ə. Vurulsun 2 bərabərdir 38-ə. X plus 14 bərabərdir. 38-i 2-yə bölsək 19. X də bərabərdir 5-ə. X-i tapdıq 5. 19-dan 14-ü çıxsa 5 qalır. İndi baxaq, bizdən nəyi tələb eləyir? Bu qaydada x oldu 5, bura oldu 14. Əslində kvadratın hər tərəfi 14-dür. Bura olsun 14. 5-i çıxsaq 14-dən, bura qalacaq bizim üçün neçə? 9. İndi perimetrini istəyir düzbucaqlının. O zaman 14-ün üstünə 9 gəlib. Vuracaq 2-yə. 23-ü də 2-yə vuranda 46. Doğru cavabımız olacaq D variantı.
Yəni bizdən perimetrini istəyirdi. Perimetrdə oldu 46. Sahə istəsə S bərabərdir. A vurulsun B düsturundan istifadə edəcəyik. Suallarımız bu qədər. Sağ olun. Növbəti suallarda görüşənə qədər.